Salam uşaqlar. Bugün sizə 6-cı sinif riyaziyyatdan kesiqə altını izah edəcəm. Özüm suallar tərtib eləmişəm. Çox sadə istəklərə görə bunu tərtib elədim. İnşallah ki, mövzunu bəyənib, abunə olub şərh yazarsınız. Əgər uşaqlar fikir versəm ki, yəni bəyənmə falan azdır, gələn səfər paylaşmayacağım. Çünki demək ki, olmasın, bunun üstündə mən əziyyət çəkirəm. Kesiqini hazırla, izah elə. Yəni müəyyən bir vaxt sərf edirəm. Ona görə müəyyən bir bəyəni olsun ki, heç olmasa mən gələn səfərdə izahımı verə bilim. Növbəti kesiqini də izah edeyim. Başlayaq suallarımıza. Birinci sualdan başlayıram. Deyir ki, uşaqlar sualları bir də ki, paylaşmışam qısa videolarda. Onları video şəklində görə bilərsiniz. Bir də orada videolar, bir də ki, qısa videolar var. Orada baxa bilərsiniz sualları bir-bir. Özüm də yazacağım, şərhlər də yazacağım. Bu formada suallardır. İndi həllərini də izah edəcəm. Uşaqlar, mövzularda çətinlik çəkənlər mütləq şəkildə bu kesiqəyə baxsınlar. Hansı formada irəliləyirik? Baxsınlar. Bax, mövzuların izahını yenə burada qısa-qısa misallar izah edə verəcəm. Bunlardan heç olmasa 3-4 dənə sual düşəcək. Heç olmasa. Yəni bir dənə rəqəmləri dəyişə bilərlər uşaqlar. Başqa bir şey dəyişməyəcəklər. Buna diqqətlə qulaq alsın uşaq. Heç olmasa azı 80 balını yığmalıdır. Və uşaqlar bir dənə də şey deyim. Tutaq ki, hansısa mövzunu izah elədim. Burada sualı izah elədim. Başa düşmədiniz. Başa düşmədinizsə, deməli həmin mövzunun daxilində sizdə problem var ha. Məsələn, məsələni həll elədim. 3 dənə burada məsələ vermişəm. Və yaxud da ki, tənlik vermişəm. Tənlikləri həll elədim. Görürsünüz, ay Allah, başa düşmürük, çətinlik yaşayırıq. Deməli, sizdə tənlik mövzusunda böyük bir problem var. Birinci tənliyə gedib baxırsınız. Sonra təzədən bunun ardına baxırsınız. Yəni, hansında probleminiz varsa, hansı mövzuda məsələdə probleminiz var, məsələlərə baxırsınız. Tənliklərdə probleminiz var, tənliklərə baxırsınız. Bərabərsizliyi var, bərabərsizliyə baxırsınız. Bura kimi aydındırsa, gəlin kesiqinin izahına başlayayım. Birinci sualdan başlayıram. Deyir ki, şərtlər riyazi ifadə şəklində yazın. A və B-nin cəminin 3 misli. Nə deyir uşaqlar şərt? Bir daha qeyd edək. A və B-nin cəminin 3 misli. Cəm nə deməkdir? Toplanması. Misli nə deməkdir? Vurulması. Fərq nə deməkdir? Çıxılması. Bəs qismət nə deməkdir uşaqlar? Bölünməsi. Bunları bilirik. Deyirdi ki, bunun cəminin 3 misli. Uşaqlar, yadımızda saxlayaq. A və B-nin cəminin. Yazıram. A-nan B-nin cəminin. Uşaqlar, sizinlə belə bir şey demişdik. Cəminin 3 misli deyirsə, yəni cəmini vur və yaxud da ki, cəmini böl deyirsə, cəmini mütləq şəkildə mörtəzdə yazmalıyıq. Cəminin mörtəzdə yazdım. 3 misli deyəndə də dedik ki, vurduq, vurulsun 3 şəklində yazırıq. Bu formada təyin elədik. Sonra A-nın 3 mislinin B ilə cəmi. A-nın 3 mislinin B ilə cəmi. A-nın 3 misli nə deməkdir? A-nın 3 misli. A vur 3. Uşaqlar, burada hətta 3 qabağa gələ bilər, deyə bilərik də, düzdürmü? Demişdik ki, vurmada 3 qabağa gəlir. 3 mislinin B ilə cəmi. B ilə cəmi. Arasına plusu qoydum. Keçdik. A və B-nin fərqinin 4 ilə qisməti. A və B-nin fərqinin deyirsə, fərqini tapırıq. Fərqinin deyəndə nə ilənsə mörtəzəyə al. 4 ilə qismət deyirsə, bölməni yazırıq. Uşaqlar, riyazi ifadələrimizi bu şəkildə yazırıq. Keçirik indi. İkinci suala. 2 də bizə nə deyir? İkinci sualda deyir ki, A bərabərdir 2. B bərabərdir 3.
olarsa ifadənin qiymətini tap. İfadəni də verib uşaqlar 2A plus 3B. Uşaqlar, A'nın B'nin qiyməti verilibsə, onları yerinə qoyub ifadənin qiymətini tapırıq. Ardıcıl yazıram. 2. Bunların arasında nə var? Vurma. Prosu vurması yazım. 2. Vırılsın. Bax, A yazılan yerdə 2 yazıram. A'nı sil, A'nı sil, 2 yaz. A'ya 2 vırılsın, 2. Üzərinə gəlinsin. 3 vırılsın, B. B'nin yerinə neçədir? 3. 3 olar. 2 vur 2, 4. 3 vur 3, 9. Birinci vurma əməli işlənilir. 9 plus 4 elədi 13. İfadənin qiymətini tapdıqca 13-ə bərabərdir. Bu formada təyin olunur. Keçirik növbətiyə. Əmsalları təyin edin. Uşaqlar, əmsal ifadə sadələşdirildikdən sonra qarşıda duran ədəd nəzərdə tutulur. Və uşaqlar, qarşıda duran ədədi işarə ilə bir yerdə nəzərə alırsınız. Yəni, nə demək istəyirəm? Bax, mənə deyir ki, 7A vurulsun mənfi 3B. Bir dənə də ifadəm verilib. 4A vurulsun 5-də 2B. Bir dənə də ifadəm verilib. Mənfi A vurulsun mənfi 3B. Mənə deyir ki, hər üçündə əmsal tap gör nəyə bərabərdir. Birinci uşaqlar sadələşdirirəm. Yəni uşaqlar ədədləri bir-birinə vururam. Görüm nə alınır. 7 vur 3. Elədi mi 21? Biri müsbət, biri mənfi, hasil elədi mənfi. Ümumiyyətlə uşaqlar hasildə, nisbətdə bir dənə mənfi varsa mənfi qabağa keçir. Uşaqlar 2 mənfi bir-birini aparıb müsbət eləyə bilirdi. Mənfi nə edirdi? Müsbət. Amma tək saydadırsa mənfilərin sayı ifadənin qiyməti mənfi idi. 21 vurulsun A, vurulsun B. A-nı B-ni yerinə yazdım. Uşaqlar, ifadə sadələşdirildikdən sonra dəyişənlərin qarşısında duran ədəd əmsal adlanır. Ədədimiz hansı? Ədədimiz durub AB-nin qarşısında. Mənfi 21. Deməli, əmsalımız neçəyə bərabərdir? Mənfi 21-ə bərabərdir. Növbəti sual. Baxın, birinci ədədlərimi vurmalıyam, 4-ü vurmalıyam, 5-də 2-yə. 5-də 2 nə deməkdir uşaqlar? 0,4 deməkdir deyə bilərəm. Yazıram 0,4 vurulsun 4. Bu da bərabərdir. 1,6 eləyir mi? Və yaxud da uşaqlar, bunu sürətinə vuraram. 4 vur 2, 8, 8 bölünsün 5 eləyəcək. O da yenə 1,6 eləyir. Deməli, 1,6 AB. AB-nin qarşısında duran ədədimiz nə oldu? 1,6. Deməli, əmsal nə oldu? 1,6-ya bərabər oldu. Keçək bir dənə sual üzərindən baxaq. Verilib bizə. Mənfi vur mənfi. Elədi nə? Müsbət, hasildə, nisbətdə fərq eləməz. Bizdə mənfinin sayı cüt saydadırsa 1, 2, 2 dənəsi. 2 dənəsi bir-birini aparır. Eləyir müsbət. 1 vurulsun 3. Qarşısında ədəd yoxdursa 1 idi. 1 vurulsun 3. Elədi 3. 3 AB. Deməli, əmsal neçəyə bərabər oldu? 3-ə bərabər oldu. Bu formada sizdən istəyə bilər ki, əmsalı tap və yaxud da ki, aşağıdakı ifadələrdən hansının əmsalı 3-ə bərabərdir? Variant göstərə bilərsiniz. Fərq eləməz. Əmsalı bu formada təyin edirdik. Keçirik növbəti suala. İfadəni sadələşdirin. Uşaqlar, 4 dənə ifadə vermişəm. Hər birini sadələşdirəcəyik. 3-ə çıxılsın A plus B bərabərdir. 2A üzərinə gəlinsin. A minus B bərabərdir. 2 vurulsun X minus 5 çıxılsın X minus 3. Bir dənə də ifadəm verilir. Mənfi 3 vurulsun N plus N çıxılsın N minus M. Bərabərdir. Birinci uşaqlar, burada bir şey qeyd eləmək istəyirəm ki, əgər bizdə mörtəzənin qarşısında ədəd mənfidirsə, mörtəzə daxilində hər bir işarə əksinə dəyişirdi, düzdürmü? Yox, mörtəzənin qarşısında ədəd müsbətdirsə, işarələr olduğu kimi qalırdı. Yəni necə?
Bax, mötəzənin qarşısında mənfidir. Bax, sırayla yazıram. 3A. 3A-nın mənim işim yoxdur. Bax, mötəzənin qarşısı mənfidir. Daxildəkilər hamısı əksinə dəyişəcək. Bu müsbətdir, oldu mənfi A. Bu müsbətdir, oldu çıx B. Formasını təyin olundu. Bir də daha deyirəm, mötəzənin qarşısındakı işarə mənfidirsə, hər birinin işarəsi əksinə dəyişir. Gəlin bir daha bunda da yazaq, sonra sadələşdirəcəm uşaqlar. Bunlar da gedəcək. 2A, bax qarşısındakı müsbətdir. Müsbətdirsə, mötəzəni sil getsin. Olduğu kimi açılacaq. Yəni, mötəzənin qarşısındakı işarə müsbətdirsə, olduğu kimi açırsan. Bax, çıxdı, çıx yazdım. Müsbətdir, müsbət yazdım. İşarə dəyişməyimə ixtiyarım yoxdur. Bu formada təyin olundu. Birinci sadələşdirirəm. A-ları 1. 3A, çıx A. Nə elədi? 2A. Çıx B olduğu kimi qaldı. 2A plus A. Elədi 3A. Çıx B olduğu kimi qaldı. Mənə deyirdi ki, bu iki ifadəni sadələşdirim. Keçirəm ardına. Bu birisinə 2-yi vurub açıram. Paylama qanununda demişdik ki, mötəzə daxilində hər bir ədədə ayrı-ayrılıqda vurulur. 2 vur x. Elədi 2x. Çıxılsın. 2 vur 5. Elədi 10. Bu mötəzə qurtardı. Vurmağım qurtardı. Keçirəm digər mötəzəyə. Hə, mötəzə qarşısında nə var? İşarə mənfi. Mənfidirsə hər birininki əksinə dəyişəcək. Yəni, müsbətdir elədi çıx x. Mənfidir elədi plus 3. Bu formada təyin olundu. İfadəni sadələşdirirəm. 2x çıx x işarə ilə bir yerdə. Çıx x elədi bir dənə x. Mənfi 10 plus 3. Biri mənfidir, biri müsbət. Böyüdən kiçik çıxırıq. Böyün işarəsi qarşısına yazılır. 10 çıx 3 elədi 7. Böyün işarəsi mənfi. Mənfi 7. Çıxılsın 7 formasında təyin olunur. X çıx 7. Keçirəm növbəti sualımıza. Mənfi 3-ə vurub açıram. Uşaqlar, mənfiyə vururuqsa, mötəzənin qarşısında mənfidirsə, hər birinin işarəsi əksinə dəyişir. Mənfi 3 vurulsun M, elədi mənfi 3-i. Bax, müsbət idi, oldu mənfi. Müsbətdir, yazdım, çıx. 3 vurun 3-i. Keçdim, bu mötəzəni qurtardım. Bu mötəzənin qarşısında mənfidir. İşarənin əksinə dəyişdim. Müsbətdir, oldu, çıxın. Mənfidir, elədi plusu. Bərabərdir. İfadəni sadələşdirirəm. M-lər 1. M. N-lər 1. N. Mənfi 3 plus 1 dənə. Bax, buradan da yazım. Mənfi 3 plus 1. M-i yazmıram heç. Uşaqlar, biri mənfi, biri müsbətdirsə nə ayırırdıq? Böyüdən kiçik çıxırdıq, böyün işarəsi qarşısına. Elədi mənfi 2. Bax, 3 manat borcun var idi. 1 manatın qaytardın. Qaldı mı 2 manat borcun? Deməli, qaldı mənfi 2. Mənfi 3 çıxılsın 1. İkisi də mənfidirsə toplanır, işarə qarşısına yazılır. 3 plus 1 elədi 4. Elədi mənfi 4n. Aydındır uşaqlar bu sizə. Bu formada sadələşdirib yazırsınız. Sizə sual verə bilər ki, aşağıdakı ifadələri sadələşdirin. Və yaxud da ki, sadələşdirin heç verməz. Tənliyi tətbiq edəndə, məsələn, baxın, x-dan asılı funksiyadır, düzdürmü? Belə bir tənlik verər, bərabərdir neçəsə verər. Sadələşdirəndən sonra sadə bir tənlik alınır. Oradan nəyisə istəyər, x-i tap deyər. Aha, keçək növbəti sualımıza. Bir daha deyirəm. Mötəzə qarşısında işarə müsbətdirsə, mötəzə olduğu kimi açılır. Daxildə işarənin heç bir dəyişmir. Mötəzənin qarşısındakı işarə mənfidirsə, mötəzə daxili işarə hamısı əksinə dəyişir. Yaddan çıxmasın. Keçək 5-ci suala. Mötəzələri açın. Verilib. 3 vurulsun. X çıxılsın 2y plus 5. Belə bir ifadə verilib. Bir dənə də verilib. Mənfi 3 vurulsun. 4a plus 2b çıxılsın 4. Uşaqlar, bunların sualların bəzilərini özüm tətbiq eləmişəm. Özüm yazmışam.
Bəzi suallara amma kitabdan istifadə eləmişəm ki, kitab sualları da olsun. İndi demişdik ki, paylama qanununa əsasən hər birinə ayrı-ayrılıqda vurulur. Mötəzənin qarşısında işarə necə ədəddir? Müsbət. Deməli, işarə olduğu kimi. Yəni, müsbətli müsbət, çıxdı çıx, pluslu plus. Dəyişməyəcəksən işarəni. 3 vur x, 3x. Çıx, işarə olduğu kimi. 3 vur 2y, 6y. Plus işarə olduğu kimi. 3 vur 5, 15. Yazıb saxlayırsınız. Keçdik, mötəzənin qarşısında işarə mənfidir. Hər bir əksinə dəyişir. Mənfi 3 vurulsun 4-a. Elədir, mənfi 12-a. Bax, müsbət idi, mənfi oldu. Burada müsbətdir, müsbət vurulsun mənfi. İşarə əksinə dəyişəcək, çıxa çevriləcək. 3 vur 2, 6b. Mənfi də olacaq plus. 3 vur 4, elə də 12. Deyirdi ki, mötəzələri aç. Hər iki ifadədə mötəzəni açdım. Bu formada təyin olunur. Keçirik növbəti sualı uşaqlar. Sizin üçün neçə dənə tənlik yazmışam? 5 burada, 10, 12 dənə tənlik yazmışam uşaqlar. Elə eləmişəm ki, bütün tip tənliklər olsun. Yəni, çaşmayasınız ki, orada bu tip tənlik yox idi. Gəlin, baxaq. Uşaqlar, buna baxmaq sizin faydanızadır. Sadəcə bunu deyirəm. Çünki təkrarlamış kimi olursunuz. Birinci tənlikdən başlayıram. X çıxılsın mənfi 3. Bərabərdir 5. Uşaqlar, birinci asan tənlikdən başlayıram. Sonra yavaş-yavaş çətinləşəcək. Aha, birinci, bu tənlikdə. Mötəzə verilibsə mötəzəni aç. X, mənfi, mənfi. 2 dənə mənfinin hasili elə də plus. 3 bərabərdir 5. Uşaqlar, biz sizinlə bir şey keçmişik. Nə demişdik? Tənliyi işləyəndə dəyişənlər bir tərəfə yığılırdı, sabitlər bir tərəfə yığılırdı. Və uşaqlar, ifadəni, dəyişəni, sabiti fərq eləməz. Bərabərliyin bir tərəfindən digər tərəfinə keçirdəndə işarə əksinə dəyişir. Yaddan çıxmasın. Bərabərliyin bir tərəfindən digər tərəfinə keçirəndə işarə əksinə dəyişəcəm. Yəni necə? Bax, burada mən x-i tək saxlamaq istəyirəm də. Bu sabitin burada nə işi var x-in yanında? Çıxıb geçsin də uşaqlar, düzdürmü? X-i mən tək saxlamalıyam ki, bilim ki, x nədir? Bu gəlməlidir sağ tərəfə. X olduğu kimi soldadır, bərabərliyin solundadır, solunda qaldı, işarə olduğu kimi. Bərabərdir. 5 sağdadır, sağda qaldı, 5 dəyişməyib. Bir dənə 3 burada sol tərəfdən keçir sağ tərəfə. Plusdur, çevrilir minusça. Bərabərliyin bir daha deyirəm. Bir tərəfindən digər tərəfinə keçirəndə işarəni əksinə dəyişin. Buradan da x bərabərdir 5 çıxılsın. 3 elə də 2. İfadənin qiyməti 2 imiş. Keçək. Vırdırsa, uşaqlar, vırma verilibsə, hər iki tərəfə eyni bir ədədə bölürsünüz. Buranı da bölürəm 3-ə, bu tərəfi də bölürəm 3-ə. 3-ə bölürəm ki, bu 3 söhbəti geçsin, x tək qalsın. Anında x bərabərdir 9 bölünsün 3 elə də 3. X-in 3 qiymətini də ödəyəcək. Bu aydındır uşaqlar. Keçdik növbəti bəndimizə. Görək növbəti bəndimizdə bizə nə deyir? Verilib 5x plus mənfi 2 bərabərdir mənfi 7. Bir dənə də tənliyim verilib 9x plus 24 bölünsün 2 bərabərdir 3. Deyir ki, tənlikləri həll elə. Birinci buna baxıram. Mötəzəni aç. 5x müsbət vurulsun mənfi. Biri müsbətdir, biri mənfi. Mənfi oldu. Çıxılsın 2. Bərabərdir mənfi 7.
Birinci sabitimi keçirdirəm sağ tərəfə. 5x soldadır, solda da qaldı. Bu bərabərdir. Mənfi 7 sağdaydı, işarələnən bir yerdə qaldı. Bu çıx idi, elədi plus 2. 5x bərabərdir. Biri müsbət, biri mənfidirsə uşaqlar. Böyükdən kiçik çıxırdınız, böyüyün dışarısı qarşısına. Mənfi 5. Keçdik. Arasında vurmadısa hər tərəfi böldük. Həmin ədədə 5-ə bölünəm. 5-ə böləndə elədi x bərabərdir. 5 böl 5 elədi 1 və işarəni də qabağa atdım. Mənfi 1. X-in hansı qiymətini də ödəyəcək? Mənfi 1 qiymətini də ödəyəcək. Bu suala baxıram. Uşaqlar verilib böl 2. Düzdürmü? Böl 2-ni belə yaz. İstəyirsənsə böl 2. Böl 2. Bunun heç bir fərqi yoxdur. Düzdür? İndi bölmədirsə nə ayıracaqsınız? Hər iki tərəf vuracam 2-yə. Çünki uşaqlar, bax, vursam 2-yə, bu 2 bu 2 ilə gedəcək, bu məxrəc söhbəti itəcək. Bu tərəfi də solu da vurdum 2-yə, sağı da vurdum 2-yə uşaqlar. Bərabərliyin hər iki tərəfini vurun. Qaydamız var idi. Bərabərliyin hər iki tərəfini eyni bir ədədə vurduqda və yaxud da böldükdə bərabərlik olduğu kimi qalır. Keçdik. 2 ilə getdi. Bizim istədiyimiz də bu idi. Qaldı 9x plus 24 bərabərdir 6. Bunu yazdıq. Sabiti keçirdəcəm sağ tərəfə. 9x olduğu kimi qaldı. Bərabərdir 6. Bu plus idi, oldu minus 24. 9x bərabərdir 6-dan 24 çıxanda elədi mənfi 18. Vurdusa hər tərəfi bölünən 9-u. 9-a böləndə x tək qaldı. Bərabərdir 18-i böləndə 9-a elədi 2. Mənfi 2. Bu formada təyin olunur. Keçirik ardına. Uşaqlar, bir daha deyirəm. Növbəti KSQ-nin olmanı istəyirsinizsə mütləq şəkildə bəyənməyi, şərh yazmağı, abunə olmağı heç olmasa unutmayaq. Yox əgər görsəm əziyyət çəkirəm, heç bir bəyən düyməsinə də basılmayıb. Düzünə qalsa uşaqlar, mən videonu çəkəndə asan bir şey deyil, mən olmayayım, başqa biri olsun. Asan deyil, videonu çək, elə, paylaş, yəni gündəlik həyat içərisində. Bu çətin bir prosesdir. Amma sizin bəziləriniz bir də nöqtəyə basmağa ərinirsiniz. Onu da deyim. Tamam. Vurulsun 2. Bərabərdir 14. Bir dənəsi də verilib 5x plus 36 bərabərdir 51. Birinci tənliyə baxıram. Uşaqlar, bax, vurdursan ağarım. Bölüm 2-yə, bu 2 söhbəti geçsin. Hər iki tərəfi bölüləm 2-yə. Bax, buranı da böldüm 2-yə. Bu tərəfi də böldüm 2-yə. Sırası. Bu tərəfi də böldüm 2-yə. Bərabərdir, onsuz da qalır. 2 getdi. Bizim istədiyimiz bu idi. Qaldı 2x plus 3. Bərabərdir 14-ü böləndə 2 elədi 7. Sadə oldu mu tənlik? Bir var, vur 2 olsun, nə olsun, biraz uzun olsun, qısa bir tənlik. 3 keçməlidir sağa. Keçəndə çıx 3 kimi keçirdin. 2x bərabərdir 7, çıxılsın 3. 2x bərabərdir 4-ə. Vurdusa hər tərəfi 2-yə böləcəm. X bərabərdir 4-ə böləndə 2 elədi 2. X-in 2 qiymətini də ödəyəcək. Keçək buna. 36 keçməlidir sağ tərəfə. Yazıram 5x bərabərdir 51. Sağa keçəndə elədi işarə əksinə. Çıxılsın 36. 51-dən 36 çıxanda elədi 15. Arasında vurmadırsa hər tərəfi 5-ə böləcəm. 5-ə böləndə 15 bölünsün 5. X bərabərdir elədi 3. X-in hansı qiymətini də ödəyir? 3 qiymətini də ödəyir. Keçək növbətiyə. Uşaqlar, mən burada test edirəm, çünki vaxt baxımından. Siz özünüz videonu dayandırın, bir dəfə də həllinə baxın. Yaxşı uşaqlar. Keçək növbətiyə.
Verilib. -3x. Təbii ki, uşaqlar sizə bu qədər tənlik düşməyəcək. Mən burada çox tənlik yazmışam. Ki, təkrar kimi də uşaqlar. Təkrar. Yadınıza salmaq üçün yazmışam. Ki, hansısa tip düşsə, sırası siz biləsiniz, işləyə biləsiniz. Problem yaşamayasınız. Buna baxıram. Nə ayıracaqsınız? Nə eləyəcəksiniz? Biri sağa keçirdəcəksiniz. Qurtardı. Bax, bu soldadır, solda qaldı. Olduğu kimi. Bununla sizin işiniz yoxdur. Bərabərdir. 51 sağdadır, sağda qaldı. Bu keçdi sağ tərəfə, elədi plus 21 kimi. -3x bərabərdir, elədi 72 cəmi. Hər tərəfi nəyə böləcəm? Vurmadırsa -3-ə böləcəm. İşarə ilə bir yerdə böl ki, x işarəsiz qalsın. 72 bölünsün -3. Mənfi qabağa gəldi. Bölünsün 3. X bərabərdir. -24. İfadəmizin qiyməti oldu bu. Dəyişənlər bir tərəfə, sabitlər bir tərəfə. Bax, bu 9 sabitdir. Keçid sağa. Bu x dəyişəndir. Keçid sola. Bax, -3x soldadır. İşarə ilə bir yerdə, çıxınla bir yerdə. -3x soldadır, solda qaldı. Bax, bunun solundadır, solunda da qalır. Bax, sol, sol. İşarə dəyişmə. Bu sağda idi. Keçməlidir bura. İşarəni əksinə dəyiş keçir. Sağda nə var? Bax, bu ucu keçdi. Sağda bu yoxdur. Bir sağdadır, sağda da qaldı. İşarəsi müsbət idi. 9 soldadır. Çıx kimi keçdi sağa. Bu elədir. İşte mənfidirsə cəmlənir. İşarə qarşıya. Bərabərdir. 1 çıxılsın 9, böyüdən kiçik çıxılır, böyüyün işarəsi qarşısına yazılır. -8. Vurdursa hər tərəfi böləcəm -4. X bərabərdir. -8 böl -4. Mənfini apardı. 8 bölünsün 4. O da bərabərdir elədi 2. İfadənin qiyməti neçəyə bərabərdir? 2-yə bərabərdir. Aydındır uşaqlar bu. Problem yoxdur. Tənlikdə də yerinə qoyub yoxlaya bilərsiniz. Keçirik ardına. Növbəti sualımıza. Növbəti tənliklərimizə verilib. Sən 2 dənə tənlik qaldı, onları da yazsam. Bundan başqa 2 dənəsi qaldı, onları da yazsam, qutaracağız. 5x soldaydı, solda qaldı. Keçdi sağa 3x'imiz, -3x kimi. -2 sağdaydı, sağda qaldı, işarə ilə bir yerdə. Müsbət idi, keçdi sağa elədi -8. 5x çıxılsın 3x elədi 2x bərabərdir -10. Vurdursa hər tərəfi 2-yə böləcəm. X bərabərdir. -10-u 2-yə böləndə elədi -5. X-in hansı qiymətində ödəyir? -5 qiymətində ödəyir. Bura açaq. 4 vur 2 elədi 4x. Üzərinə gəlinsin. 4 vur 9 elədi 36. Çıxılsın 2 bərabərdir 21. 4x çıxılsın 2 elədi 3x. Plus 36 bərabərdir 21. 3x bərabərdir. 36 keçməlidir sağ tərəfə. 21. Keçdi sağa, çıx 36 kimi. 3x bərabərdir. Biri müsbət, biri mənfidir. 36-dan 21 çıxdı, elədi 15. 36-nın işarəsi mənfidir deyə -15. 3 ilə x arasında vurmadı. Hər tərəfi 3-ə böləcəm. 3-ə böləndə x bərabərdir. -15-i 3-ə böləndə elədi -5. İfadəmizin qiyməti oldu -5. Keçək. Növbəti 2 tipimiz qaldı. Bu 2 tipə də baxaq. Tənliklərimizi yekunlaşdıraq.
verib 2x minus 2 bölünsün 4 bərabərdir. X plus 1 bölünsün 3. Bir dənə də verilib uşaqlar. 7-də 3 vırılsın 5x minus 8 bərabərdir. Mənfi 12. Mənə deyir ki, tənliyi həll edin. Birinci bundan baxıram. Uşaqlar, birinci tənliyimiz nəyə oxşuyur? Deyin görüm. Tənasübə. Demişdik, tənasüb nəyə deyilir? İki nisbətin bərabərliyinə. Bax, nisbətdir. Bərabər verilibmi? Deməli, nədir? İki nisbətin bərabərliyidirsə, oldu tənasüb. Tənasübümüzün xasilisi nə idi? Orta edilənin hasili bərabərdir kənar edilənin hasilinə, düzdürmü? Yəni, bu vurulsun, bu bərabərdir, bu vurulsun, bu yaza bilərəmmi? Yazıram. 2x minus 2 vurulsun 3 bərabərdir. X plus 1 vurulsun 4. 4 elə bir ki, keçdi bunun yanına, 3 də keçdi bu birisinin yanına. Vurub açıram. 3'ə vururam, hər bir həddinə vururam. 3 vurulsun 2x, elə də 6x çıxılsın. 3 vurur 2, 6 bərabərdir. 4 vur x, 4x. Üzərinə gəlsin. 4 vur 1, elədir 4. Sağda bir tənliyə gəldim. Məlumlar bir tərəfə, məchullar bir tərəfə. 6x sağdadır, sağda da qaldı. Soldadır, solda da qaldı. Bu sağdaydı, keçdi sola. Çıx 4x kimi keçdi. Müsbət 4 sağdaydı, sağda da qaldı. Mənfi 6 keçdi sağa, müsbət 6 kimi. Plus 6 kimi. 6x çıxılsın 4x, elədir 2x bərabərdir 10'a. Vurdursa hər tərəfi 2'yə böləcəm. 10'u da böləndə 2'yə 5. X'in hansı qiymətində ödəyir? 5 qiymətində ödəyir. Aydın uşaqlar, bu sizə. Keçək ardına. Bu tənliyə. Uşaqlar, baxın. İndi nə eləməliyəm? Bu 7'də 3 məni çaşdırır. Ki 7'də 3'ə bir-bir vurum. Kəsir bir qiymətdir. Tənlikdə kəsir çox qəşəng görsənmir axı. Onda nə eləyə bilərəm? Deyirəm ki, bu 7 buradan geçsin. Böl 7 olmasın. Böl 7 olmasın deyə nə qarmalısınız? Hər tərəfi vurmalısınız 7'yə. Vur da 7'yə. Problem nədir? Vurdum 7'yə. Buranı da vurdum 7'yə. Düzdürmü? Və uşaqlar, vur 3 olmasın. Onda hər tərəfi 3'ə bölməliyəm. Böldüm də 3'ə. Bax, böldüm 3'ə. Yəni uşaqlar, hər tərəfi 3'də 7'yə vurdum deyə bilərəm. Bax, 7'də 3'ə aparmağın yolu nədir? Onun tərsinə vurmaq. Tərs edilən nə idi? Hasili 1'ə bərabər olan ədədlər, düzdürmü? 7'də 3'ün də tərsi 3'də 7 idi. Bax, 7 7'nə 3 3'nə gedir, 1 qalır. Yəni 7'də 3 kəsir gedir. Vurdum, indi 7 7'lə getdi, 3 3'lə getdi, qaldı elə 5x minus 8 bərabərdir. 3'ə böldüm 1, 3'ə böldüm 4. 4 vursun 7 elədi 28, mənfi 28. Şah, sadə bir tənlik. Kəsirdə əsər əlamət qalmadı. Keçdi sağ tərəfə. 5x bərabərdir, mənfi 28 plus 8. 5x bərabərdir. Biri mənfi, biri müsbətdir. Böyükdən kiçiyə çıxdım. 20, böyün işarəsi mənfi. Mənfi 20. Vur 5'dir. Hər tərəfi 5'ə böləcəm. 20'yi 5'ə böləndə neçə eləyir? 4. X'in hansı qiymətində ödəyəcək? Mənfi 4 qiymətində ödəyəcək. İşarə var idi. İşarə ilə bir yerdə yazdım. Tənlikləri ümidvaram ki, başa düşdük. Yəni, bu qədər tənlik əlindədik. Yox, xeyr, deyirsinizsə ki, müəllimə başa düşmədim. İzahınızdan bir şey. 100%'dir, 100%'dir. Sizin tənlik mövzusunda probleminiz var. Oturursunuz tənlik mövzusuna, tənliyə ekvivalent tənlikləri gətirməklə həll edilməsi. Mövzunu izah eləmişəm. Ona diqqətlicə qulaq asırsınız. Orada çünki nümunələr daha çox vermişəm. Aydın, səlam. Yox, başa düşdünüzsə uşaqlar, qulaq asmağa ehtiyacınız yoxdur. Yox, başa düşmədinizsə, əlbəttə ki, mütləq şəkildə əgər yəni yaxşı bir nəticə göstərmək istəyirsinizsə, qulaq asmalısınız.
Bir də ki, uşaqlar, hazırlığa gedin hər biriniz. Hazırlığa mən yox demirəm. Amma yəni özünüz oxuya bilirsinizsə, yəni burada mənim mövzuma qulaq assaz, inanmıram ki, hazırlığa ehtiyac olar. Yəni sadəcə qulaq asın, özünüz tətbiq edin, hazırlığa heç bir ehtiyac qalmayacaq. Yəni mən öz şagirdlərimə də deyirəm. Deyirəm ki, 5-də 6-da nəyə lazımdır hazırlıq? Yəni özünüzü yormaq nəyə lazımdır? O vaxt 5-ci 6-cı sinifa hazırlığa götürürəm ki, o ehtiyac olsun şu an. Yəni əməlli hiss edirəm ki, dərsdən mövzudan uşaq qıraqda qalır. Yoxsa qıraqda qalmışsa uşağın hazırlığa getməyinin mənası yoxdur. İndi başlayaq sualların ardına. 7-ci sualda bir dənə məsələ verilib uşaqlar. Məsələni siz özünüz qeyd edə bilərsiniz. Baxın, belə bir məsələ verilib. Dayandırın, istəyirsinizsə yazın. Üzdən də oxuyun. Fikrimdə bir ədəd tutdum. Bu ədədi 4 dəfə artırıb, alınan hasilə 17 əlavə edib. Cəmi 3-ə vursaq, 123 alınır. Fikrimdə tutduğum ədədi tapın. Şərt aydındır uşaqlar. Gəl indi, nə deyirsə işləyirəm. Fikrimdə bir ədəd tutdum. Nə tutdum? Bilmirəm. Bilmirəmsə nə yazıram? X-i yaz geçsin. Bax, məsələn, deyirəm ki, torbada bir neçə dənə ruçka var. Neçə dənə ruçka var? Bilmirəm. X yaz geçsin. Nə bilim, səbətdə bir neçə alma var. Neçə dənə alma var? Bilmirəm. X yaz geçsin. Sırası X-ini yaz geçsin. Fikrimdə bir ədəd tutdum. Bilmirəm. X. Nə deyirsə tətbiq edəm. Tutdum. Əla, X. Bu ədədi 4 dəfə artırıb. Bu ədədi 4 dəfə artırıb. 4 dəfə artırmaq nədir? 4-ə vurmaq. Vurdum 4-ə. 4 dəfə artırıb. Alınan hasilə buna 17 əlavə edib. Əlavə eləmək nə deməkdir? Üzərinə gəl 17. 17 əlavə edib. 17 əlavə edib. Alınan cəmi, uşaqlar, yadınızda da birinci sualda dediyi cəmi nəyəsə vurmaq. Cəmi deyirsə mörtəzəni yaz. Cəmin nəyəsə qisməti deyirsə mörtəzəni yaz. Cəmin və yaxud da fərqin. Cəmi istəyirsə, fərqi istəyirsə bu mörtəzəni görüm. Cəmi 3-ə vursaq. Vurdum 3-ə. 123 alınır. Yəni bərabər də 123 alınır. Aydındır uşaqlar. Çox. Başlayaq həll edək. Vur 3-dür, hər tərəfi böl 3-ə. 3-ə böldüm 7, 3-ə böldüm 123-ü. Elədir 4x + 17 bərabərdir 41. Solda da keçməlidir sağa sabit edilmiş. 4x bərabərdir 41 çıxırsın 17. 4x bərabərdir 41-dən 17 çıxanda elədir bizə 4, 24. Vurmadırsa hər tərəfi 4-ə böləcəm. X bərabərdir 6. X-in hansı qiymətində ödəyəcək? 6 qiymətində ödəyəcək. Bu oldu bizim sualımız. Burada problem yoxdur uşaqlar. Problem yoxdur, sağlam. Məsələni işləyəndə yavaş-yavaş, addım-addım nə deyirsə qeydiyyatına apara-apara yazsın. Deyir ki, bir dənə düzbucaqlı verilib. Gəlin, baxın suala. Deyir ki, düzbucaqlının perimetrini və sahəsini tap. Şəkildə verilib. Şəkili çəkirəm. Uşaqlar, bax, düzbucaqlıdır, kvadratdır. Bu tipli suallar işləyə bilmək üçün və yaxud da bərabər yanlı üçbucaq, bərabər tərəfli üçbucaq deyir. Siz birinci fiqurun nə olduğunu bilməlisiniz. Düzbucaqlı nə idi? Bütün bucaqlar 90 dərəcədir və qarşı tərəflər bir-birinə bərabərdir. Düzdürmü? Yalnız qarşı tərəflər bir-birinə bərabərdir. İndi baxaq. Uşaqlar, dedik ki, düzbucaqlıdırsa bunun qarşı tərəfi bərabərdir. Bunun qarşısındakı tərəf nədir? Bilmirəm. Onda bu tərəfə görə getmirəm. Bunun qarşı tərəfləri bərabərdir. Hə, burada neysə verilib. Gəl bərabər yazın. Görün nə deyir? Yazıram 2x + 1 bərabərdir x + 5. Burada problem yoxdur uşaqlar.
Keçdim məhsul bu tərəfə, sol tərəfə. 2x minus x bərabərdir 5. Bu bizə keçdi. Çıx 1. X bərabərdir 4-ə. Aha, x aldım. X-in hansı qiymətini də ödəyəcək? 4 qiyməti də ödəyəcək. Yerinə qoyum bir dənə. 4 üzərinə gəlsin 5. Elədimi 9? Bu tərəf 9. 2 vur 4. 8, 8 plus 1, 9. Həqiqətən də 9 bərabər 9. Alındı. İndi 4 plus 3. 4 plus 3. Elədimi 7? Deməli, bu tərəflər 7, bu tərəflər də 9 imiş. Burada problem yoxdur uşaqlar. Tərəfləri bilirsən, perimetrini tapmağa nə var? P bərabər idi nəyə? 2 vurulsun A plus B-yə. Yazıram 2 vurulsun A'nın yerinə 9 plus B'nin yerinə 7. 9 plus 7 elədi 16, 2 vurulsun 16 elədi 32. Növbətdə S bərabərdir yazılıb. Dedik sahəni necə tapırıq? A vur B, M vurulsun uzunluq düsturundan hesablanır. 7 vurulsun 9, bu da bərabərdir 63. Qurtardı uşaqlar. Sahəni tapdıq, perimetri də təyin elədik. İkisi də təyin olundu. Keçirik 9-cu suala. 9-da bizə nə deyir? Kvadrat deyirsə, bütün tərəfləri bərabər elə. Düzbucaqlı deyirsə, yalnız qarşı tərəfləri bərabər elə. Sonra bərabər yanlı üçbucaq deyirsə, yan tərəfləri bərabər elə. Bərabər tərəfli üçbucaq, bütün tərəflər bərabərdir. 9-cu suala baxırıq. 9-cu sualımız yenə də məsələdir. Məxrəci ilə sürətin cəmi 65 olan kəsrin qiyməti 7-də 5-ə bərabərdir. Bu kəsri tapın. Belə bir məsələ. Deyir, nə deyir? Məxrəci ilə sürətinin cəmi. Məxrəc, surət. Deyirəm ki, uşaqlar, sizin yaşınızda mənim yaşımın cəmi 65-dir. Tutaq ki. Deyirəm, aha, görəsən, sizin neçə yaşınız var, mənim neçə yaşım var. Cəmi 65-dirsə, sizin 10 yaşınız varsa, mənim 65-10, yəni 55 yaşım var deyə bilərəm. Sizin 20 yaşınız varsa, 65-20, mənim 45 yaşım var deyə bilərəm. Yəni, cəmi 65-dirsə, sizin yaşınızı bilsəm, 65-dən cəmdən çıxsam, sizin yaşınızı yerdə qalacaq mənim yaşım. Deyirəm ki, aha, məxrəc nədir? Bilmirəm. Məxrəcə yazım x. Surət nədir? Surət uşaqlar cəmi 65-dirsə, yerdə qalacaq 65 çıxılsın x qalacaq mı buna pay? Surətə pay. Düzdür? İkisi bir yerdə 65-dirsə, biri x-dirsə, qalanı 65 çıxılsın. Və deyir ki, olan kəsrin qiyməti 7-6-ya bərabərdir. Surət bölünsün. Məxrəc bərabərdir 7-də 6-ya. Belə yazırdı. Sürət yuxarıda, məxrəc aşağıda. Bərabərdir kəsrimiz 7-də 6. Tənasüb. Tənasübün orta ədlənin hasili bərabərdir kənar ədlənin hasilinə. 65 çıxılsın x vurulsun 7 bərabərdir 6 vurulsun x. 6x-a. 7-ni vuracam 65-ə. Təmliyi həll edəcəm. 7 vurulsun 65 elədi. 5 yazdım. 3 yaddaş 42. 3 yaddaş 45. 455 çıxılsın 7x bərabərdir 6x-a. Bu heç vurmasaydım da olardı. Başqa üsulla işləyə bilərdim. 7x keçdi bu tərəfə. Fərqi yoxdur. Keçirdirəm. Alınır 6x plus 7x alındı mı burada? Bərabərdir 455. Oldu mu 13x bərabərdir 455-ə? Problem yoxdur uşaqlar burada. Hər tərəfdə 13-ə bölsək, x bərabərdir 35 alınır mı? X-in hansı qiymətini də ödəyəcək? 35 qiymətini də ödəyəcək. Deməli, kəsrimiz hansıymış? 35 oldu bizdə məxrəc. Sürət 65 çıxılsın 35, yəni 30. Kəsrimiz 35-də 30 imiş. Aydın uşaqlar, bu formada təyin edə bilərsiniz. Keçirik 10-cu suala. Bərabərsizliyə. Bərabərsizliyi ödəyən ən böyük tam 50 tapın. Aha. Uşaqlar,
Ən böyük tam əl, ən kiçik tam əl. Bunlar haqqında biz sizinlə danışmışıq. Verilib. X kiçikdir, -1. Uşaqlar, ədəd oxunda qururam. 0 oldu burada. -1 oldu burada. -2 oldu burada. 1, 2, 3 artıra da bilərəm. Problem yoxdur. Deyir ki, -1-dən kiçik. Bu bizdə bərabərlik yoxdursa içi boş. -1-dən kiçikdə hansı tərəfə getməliyəm? Sola tərəf. Bura daxil olan ən böyük ədədim hansıdır? Bu uşaqlar getdikcə azalır. Onda ən böyüyüm ən sağdakıdır. Yəni bu ştriklənmiş hissədə yerləşən ən sağdakı ədəd hansıdır? -2. -1-in özü daxil deyil. İçini boş qoymuşuq. Bura daxil edən ən böyüyü soruşurdum. -2-ni yazıb saxlayıram. Keçirəm. X kiçik bərabərdir 0. 0-dan kiçik bərabər. Bax bunun üzərində elə qeyd eləsəm. 0-dan kiçik bərabər. Bərabər verdi. 0-ın özünü yaza bilərəm. Bura daxil olan ən böyük ədəd hansıdır? Ən sağda 0. 0-ın özü daxildir. Bax bura daxildir 0, -1, -2, -3. Ən böyük hansıdır? Ən sağda 0. X kiçik bərabərdir 1,5. 1,5 1-dən böyükdür. 2-dən kiçik. Bura daxil olan ən böyük ədəd hansıdır? 1 yazıb işləyə bilərsiniz. 11-ci sual. 11-ci sualda deyir ki, bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tapın. Verdi bizə. X böyüdür -3. Ədəd oxunu qurum. 0 burada, -1 burada, -2 burada, -3 burada. -3-dən böyük deyəndə -3-dən sağa doğru gedəcəkmi? Ədədlər get-gedə böyüyür. Deyir ki, bunların içərisində ən kiçik hansıdır? Bura daxil olan ən kiçik ədəd -2. Ən soldakı, bu ştriklənmiş hissədə ən soldayım -2-dir. Deməli, ən kiçik ədədimiz -2. Növbəti sualda böyük bərabərdir verilib. Bərabər verilibsə, ədədin özü də daxildir. Deməli, ədədin özü də daxildirsə, ən soldaya hansıdır? -3. Bərabərlik olduğuna görə ədədin özünü götürə bilərik. -3. Bir dənə də verilib. X böyük bərabərdir 1,4. 1,4 1 ilə 4 arasındadır. 1,4'dən böyüklər sağa doğru getdi. Bunlar sağa doğru ən kiçik ədədim hansıdır? 2. Tam ədəddən söhbət gedir. Bu aydındır uşaqlar. Aydındır suallar. Bir dənə 12-ci sualım bu qaldı. Bərabərsizliyi yazmaq. Şərtə uyğun bərabərsizliyi yazın. Bərabərsizliyi ifadə et. Aha. Uşaqlar. Gəlin bir dənə yazaq. Bir saniye. Az değil. Uşaqlar. İndi belə bir sual deyir. Deyir ki, başlığını yazmadım ha. Deyir ki, səbətdəyi almaların sayı 5-dən çoxdur. Səbətdəyi almalar. Səbətdə neçə dənə alma var? Bilmirəm. X dənə. Deyirəm 5-dən çoxdur. Çoxdur yəni x-imiz böyüdür 5. 5-dən çoxdursa, deməli 6 dənədir, 7 dənədir. Yəni böyüdür 5. Səbətdəyi almaların sayı 5-dən azdır. 5-dən azdırsa, deməli kiçikdir 5. Bunları yazmaq çətin deyil. Bu ikisini sadə formada yaza bilirsiniz.
Hə, problem yaşayırsınız bunlardan. Bax, deyir ki, səbətdəki almaların sayı 5-dən çox deyil. Bu sözün mənası nədir? Yəni uşaqlar, bax, almanın sayı x. 5-dən çox nə idi? Böyükdür 5, düzdürmü? Çox deyil. Böyük deyil 5. 5-dən böyük deyilsə, bir qalır kiçikdir 5, bir də bərabərdir 5-dən. Aydındır uşaqlar. Bax, ya çox deyil, çox nə idi? Böyük 5 deyildi. Böyüyü yaddan çıxart. Böyüyü yaddan çıxartdın, qaldır kiçik, bir də ki, bərabər. 5-dən az deyil. Yəni az deyil, kiçik deyil 5. 5-dən kiçik deyilsə, deməli, ya böyükdür 5-dən, ya da bərabərdir 5-ə. Çox deyil, az deyil deyəndə bizdə bərabərlik üçün nəzərdə tutub deyir. Yaddan çıxartmayın uşaqlar. Çox deyil deyirsə, kiçik bərabər, əksi, yəni az deyil deyirsə, böyük bərabər. Nəzərdə tutub yazırıq. Aydındır uşaqlar. Bir daha deyirəm, mövzunu bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Plusdakı hansı mövzunun sualını başa düşmədinizsə, həmin mövzunu KSQ-yə girməmişdən əvvəl mütləq şəkildə bir dəfə də oxuyun. Məsləhətlərim bu qədər. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.